Mən də bir taktika təklif edeyim sizə. Hədislərdən öyrəndiyim, alimlərdən öyrəndiyim taktikadır. Sənin içində olan elə yaxşı istəklər var ki, onları tap. Elə istəklərdir ki, onların qarşısında pis istək yoxdur. Hər bir yaxşının müqabilində pis istək olmaya bilər və yoxdur. Bəzi yaxşı istəklər var ki, onların qarşısında pis istək yoxdur ki, mane olsun onlara. Məsələn, insanlara salam vermək, gülər üzlü, mehribanlıq. Əgər sən təkəbbürlü deyilsənsə, adi adamsansa, onda deməli sənin bu cəmaatla mehriban olmaq istəyin qarşısında maneə yoxdur. Sən mehribanlıq göstər cəmaata, salam ver, gülər üzlə hal-əhval tut, filan elə ki, qəlbinin o yaxşı hissəsini böyüdəsən, o məhəbbət hissəsini böyüdəsən. Bu məhəbbət ki, içində böyüdü, onu çıxart hansısa bir pis istəyin qabağına döyüşdür, qələbə çal. Yoxsa sən əli boş pis istəklərlə necə mübarizə aparacaqsan? Adamları gördüm, bir üzlərinə gül. Dünən sənin filan problemin vardı, o vaxt eşitmişdim, nə oldu? Bilirsiniz, dünyalar bağışlamış olursan insana. Onun qəlbinə ki, sən sevinç verirsən, ha, ürəyində bir nə qədər böyük bir nuraniyyət yaranır. Əvəzsiz qalmır ki. Buna çox vaxt mübarizə lazım deyil, biz sadəcə diqqətsizlik edirik. Şeytan bu qədər bizi aciz edir ki, bəzən mübarizə tələb olunmayan yaxşı işləri də biz görürük.